Müşfiq Şükürovun tənqidi. Hörmətli izləyici, bugün sizə ölkəmizdə dini mövzularda müzakirələr açan Müşfiq Şükürovun özünü təqdim etdiyi kimi desək, müşfiq ötkünün həqiqətini bəyan edəcəyik. Diqqətlə izləyin, din sahəsində mütəxəssis olmayan, əsl ixtisası fəlsəfə olan biri dini mövzularda necə publikaya təsir etməyə çalışır? Agah olun. Məqsədimiz bu insanı aşağılamaq deyil, sadəcə dini təhsili olmayan filosofun İslam dinini necə təhrif etməsi, yanlış fikirləri və metodları İslamın mövqeyi kimi cəmiyyətə sırmasına bir münasibətdir. Buna Müşfiq Şükürovun tənqidi də deyə bilərsiniz. Öncə qeyd edək ki, Müşfiq Şükürovun dini təhsili yoxdur. O bir filosofdur və ixtisası da fəlsəfə elmləridir. Bura kimi əgər yumşaq desək problem yoxdur. Əgər o öz işi ilə məşğul olsaydı, biz onu tənqid etməzdik. Amma o, özünün ixtisası olmayan mövzulardan danışır. Burada artıq problem var. Məsələn, o ancaq öz ixtisası olan fəlsəfədən danışsa, biz onu tənqid etməzdik. Lakin onun fəaliyyəti yeni dini təsəvvür formalaşdırmağı hesablanıb. O, Baku TV-də özünün aparıcısı olduğu Amin verilişində dindən danışmaq üçün gah ateistləri, gah müğənniləri, gah aktyorları, gah da başqa peşə sahiblərini dəvət edir. İnsaf naminə deyək ki, arada İslamşünası, ilahiyyatçıları da verilişinə dəvət edir. Amma bu kifayət etmir. Çünki onun verilişində dinə zid fikirlər səsləndirilir və o fikirlər bir çox hallarda lazımınca cavab verilmədən cəmiyyətə ötürülür. Beləcə, insanların inancı, dini düşüncələri pis bir şəkildə korlanır. Onun dini mövzularda danışmaq üçün verilişə dəvət etdiyi, ixtisas sahibi olmayan, müxtəlif peşələrdən olan qonaqları ağır inanc məsələlərində öz fikirlərini söyləyir. Bir çox hallarda həmin şübhələrin cavabında düzgün İslami mövqe sərgilənmir və izləyiciyə İslam əleyhinə olan səhv bilgilər ötürülür. İstər-istəməz xalqın düşünən kəsimində sual yaranır ki, nə üçün ağır dini mövzularda bir müğənni verilişə çıxıb danışmalı, cəmaata ağıl öyrətməlidir? Yaxud nə üçün dindən bixəbər aktyor gəlib, özü də Amin başlıqlı, dini məzmumu bir verilişdə din haqqında səhv fikirlər söyləməlidir? Gəlin öncə Müşfiq Şükürovu biraz da yaxından tanıyaq. Bəs necə o həm də müşfiq ötkündür? Ona ötkün ləqəbini ateist müəllimi Asif Ata vermişdi. Bir çoxlarınız ola bilsin ki, bu həqiqəti bilmirsiniz. Asif Ata, İslam dini və İslam Peyğəmbəri Muhammed, Allahın ona salavatı və salamı olsun, Peyğəmbər haqqında pis sözlər danışan islamofob olmuşdu. O, yeni bir din də yaratmaq istəyirdi. Onun hekayəsi çox uzundur. Lakin Müşfiq Şükürov çox bağlı olduğu müəllimi Asif Atanın vəfatından bir neçə il sonra müsəlman olur. Amma dini mövzuları fəlsəfə ilə qarışdırdığı üçün dini mövzularda çoxlu xətalara yol verir. Əlimizdə olan bilgilərə görə müşfiq ötkün namaz qılmır, lakin bütpərəst fəlsəfələrindən gələn meditasiya ilə, yəni yoga ilə məşğuldur. O, söhbətlərində namaz qıldığını demir, yalnız ibadət etdiyinə işarə edib. Özü də o sözü video söhbətlərindən birində məsciddə moizə edən imama qəzəblənib, bir də məscidə getmədiyini dedikdən sonra demişdi. Bir videosunda isə o günün iki başında ibadət etməyin gərəkliyi ilə bağlı fikirləri də bildirmişdi ki, bu onun günün iki başında sadəcə yoga ilə məşğul olmasına işarədir. Kimsə deyə bilər ki, Müşfiq Şükürov müsəlmandırsa, onun ateist müəllimini niyə qeyd etdiniz? Deyəcək ki, elə onun indi də ateist müəllimi haqqında uzun-uzun xoş söhbətləri internet üzərində var. Və o ateist filosof müəlliminin onun həyatında ən əsas müəllimi olmasını daim fəxrlə qeyd edir. Əsas problemlərdən biri də onun ateist müəllimi Asif Atadan öyrəndiyi fikirlərlə dinə və dinlərə yanaşmalarının hələ də mövcud olmasıdır. Bu videoda o ateist müəllimi Asif Atanın öldüyü saatlarda onun cənazəsi üstündə mütləqə inam təliminə inananların dövrəsində onlara ateist ustadın kitabından bir şeylər oxuyur. Müşfiq Şükürov yaxud ateist müəlliminin ötkün ləqəbi verdiyi müşfiq ötkün publikaya işləyir, dini bilgiləri səhtidir. Onun həqiqi İslami islah prosesi ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Hamının xoşuna gələn şeyləri danışır, amma ciddi etiqadi və metodiki problemləri var. Bu problemlərdən bəziləri bunlardır. 1. O, bütpərəstlərin dini kitabından, Buddadan, onun sözlərindən din adına statlar gətirir. Halbuki o bu cür statları əgər özünü müsəlman hesab edirsə, əslində öncə həmin kitablardan olan statları o kitabların əhlinə rəddiyi olaraq gətirməli idi. İkinci cəhətdən isə bu şəxs İslami mənbələrdən belə statlar gətirə bilmədiyi üçün
Daha doğrusu, buna savadı çatmadığı üçün filosofluğunun onu saldığı çətin bir girdaba düşmüş və sıravi müsəlmanların çoxunun anlamadığı böyük bir mənbə, argumentasiya yanlışına yol vermiş. Batil mənbələri insanlara haqq olaraq göstərmiş. Üstəlik də batil, bütpərəst mənbələrin təbliğatçısına çevrilmişdir. Elə bu səbəbdən də o tez-tez dini qaynaqları qarışdırır. Eyni metodla İncildən və Tövratdan da statlar gətirir. Bu kitabların təhrif olunması onun üçün heç də maraqlı deyil. Dəyişdirilməmiş Quran kitabı ilə dəyişdirilmiş Tövrat, İncil kitablarının, yaxud da bütpərəst kitablarının onun üçün elə də bir fərqi yoxdur. Bu aspektdən bir növ bu insan bütün İslam alimləri tərəfindən kəskin tənqid və inkar edilmiş dinlər birliyi düşüncəsinə sahiblənmişdi. Siz, Yahudilərin, sizə inanacaqlarına mı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın sözünü eşidib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da bu Allahın vəhyidir deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına, qazandıqları şeyə görə vay onların halına. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını kitabdan hesab edəsiz deyə, kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, kitabdan deyildi. Onlar, bu Allah qatındandı deyirlər. Halbuki o, Allah qatından deyildi. Onlar bilə-bilə Allaha qarşı yalan uydururlar. Müşfiq ötkün inadla batil kitablardan statlar gətirməyə davam edir və bu məsələdə onu tənqid edib nəsihət edənləri şiddətlə rədd edir. Bu, əslində, çox böyük bir problemdir. Quran-ı Kərim oxuyursa, elə Quran-ı Kərim xəbər verir ki, bu dini kitablar təhrif olunub. Deməli, bir mənbə olaraq əhəmiyyəti qalmayıb. 2. Onun keşiş dostları var. Keşişlərdən onu elə kilsənin içində tərifləyəni var. Bu haqda o öz Facebook səhifəsində də açıq paylaşım etmişdi. Səmavi dinləri eyniləşdirib, İslamın haqq və ya batil olmasına diqqət çəkməməyi bir kənara qalsın, qeyri-səmavi dinlərdən, bütpərəst dinlər və s. statlar gətirib, bunu din adına təqdim etməsi çox böyük yanlış metoddur. İzləyici elə düşünə bilər ki, bu dinlərin hamısı eyni şeydir. İslam da, xristianlıq da eynidir. 3. Müşfiq Şükürov bəzən deyir ki, Quranda belə bir ayə var. Lakin baxırsan ki, Quranda elə bir ayə yoxdur. Yaxud ayənin bir hissəsini deyir, digər hissəsini isə ya kontekstindən çıxarır, ya da öz bildiyi kimi deyir. O, bu səhvini dəfələrlə təkrarlayır və bu səhvləri adi bir dindar onun çoxsaylı dini məzmunlu çıxışları içindən izləyib müşahidə edə bilər. Məsələn, deyir ki, Quranda belə bir ayə var. Açırıq ki, orada belə bir ayə yoxdur. Deyir ki, evindən çölə çıxmayan varlıqları da biz yemləyirik. Quranda belə bir ayə yoxdur. Yaxud da deyir ki, Quranda belə bir ayə var. Hər elədiyiniz pis əməllə sizin ürəyiniz daşlaşır, anlamaz olur. Quranda məhz bu formada xüsusi bir ayə yoxdur. Qəlblərin daşlaşması haqqında bəzi ayələr var, lakin belə bir ayə yoxdur. Yaxud deyir ki, Quranda belə bir ayə var. Kimə istəsəm həqiqət verərəm. Əslində belə bir ayə yoxdur. Belə misallar çoxdur. Bunlar bəziləri idi. 4. Peyğəmbərin hədislərinə gəldikdə isə, Müşfiq Şükürovun söhbətlərini dinləyən müsəlman Quran ayəsini düzgün olmasa da ən yaxşı halda mənasını eşidir. Sonra şeir də eşidə bilir. Filosofların sözlərini də eşidir. Başqa dinlərdən statlar da eşidir. Amma Məhəmməd Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, hədislərini eşitməyə həsrət qalır. Çünki olanı budur. Nə deyə bilərsən ki? Başqa şey danışa bilmir. Arzu edirsən ki, kaş ki o Məhəmməd Peyğəmbərin hədislərindən də stat gətirəydi. Amma arzun ürəyində qalır. O, Konfutsinin bir kitab sözünü əzbər bilir. Amma Məhəmməd Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, bir-iki hədisini söhbətlərində gətirə bilmir. Çox yox, bir-iki hədis də olsa ondan eşidə bilmirsən. Araşdırmacımız deyir ki, indiyə kimi Müşfiq bəyin onlarla iri həcmli video çarxını izləsəm də, bir dəfə də olsun onun Məhəmməd Peyğəmbərin hansısa kəlamını dediyini eşitməmişəm.
Gördüyünüz kimi, Müşfiq Şükürovun Peyğəmbər hədislərinə biganə olmasının gizli səbəbi bəlkə də onun bu hədis inkarçısını izləməsi də ola bilər. Bəli, yanılmadınız. Müşfiq Şükürov Elşad Mirini Facebook üzərindən izləyir və ona like atır. Onun dini təhrif edən çıxışlarını bəyənməyi də unutmur. Yaxud bu gördüyünüz şəkildə isə Müşfiq Şükürov Facebookda din əleyhinə paylaşımlar edən Akşin Yeniseyin saxta bir statusunu bəyənib, ona like atıb. Statusda dinsizlərin güya dini kitabları alt-üst edən yüzlərlə işlər görməsi qeyd olunsa da, Müşfiq Şükürov din əleyhinə olan bu saxta yazını çəkinmədən bəyənir və ona like atır. Sual yaranır ki, Müşfiq Şükürov necə müsəlmandır ki, bu saxtakarları bəyənib onlara like işarəsi göndərir? Məyər bu din düşmənlərinə like atanda, onları bəyənəndə də çox sevdiyi həqiqəti mi axtarır? 5. Artıq söhbətin əvvəlində qeyd etdik ki, Müşfiq Ötkünün özü fəlsəfəçidir. Onun dinə verdiyi ən böyük praktiki zərərlərdən biri müğənni və aktyorları efirə çıxardıb, onları dindən danışdırmasıdır. Həmin şəxslər də efirə çıxıb, din haqqında çox yanlış fikirlər irəli sürürlər. Məsələn, yaxın aylarda aktyor Elməddin Cəfərovun onun Amin verilişində Qurban ayını haqqında danışdığı yanlış və batil fikirlər hələ də dindarların yadındadır. Sonra mən araşdırdım ki, qurban fəda etməkdir, qoyun kəsmək deyil. Yəni, özünüzdən bir şeylər qurban eləyin deyəndə, qoç gəlməməlidir ağla. Elməddin Cəfərov Qurban ayininin həqiqi mahiyyətinin qurban kəsmək deyil, fədakarlıq olduğunu iddia etmişdi. Halbuki, bu fikir bütün İslam üləmasına görə yanlışdır. Yaxud da ateistlər onun verilişində din əleyhinə çox absurd fikirlər irəli sürürlər və onlara həmişə tutarlı cavab verən qonaqlar olmur. Bunun kimi də digər dindən anlayışı olmayan müxtəlif peşə sahiblərinin də onun verilişlərində din adına danışmaları, dini həqiqətləri təhrif və inkar etmələri çox böyük bir yanlışın təbliğatıdır ki, Müşfiq Şükürov bu böyük yanlışa rəvac verir. 6. Qeyd etdik ki, onun namaz qıldığını bilmirik, amma dəqiq bilirik ki, o yoga ilə məşğuldur. Hətta bir verilişə gələrkən studiyada ona deyirlər, nə etdiniz? Meditasiya edirdiniz? Cavabında deyir ki, mən biraz yoga ilə məşğulam. Verilişdən əvvəl 10 dəqiqə yoga ilə məşğul oldum. Namaz yox, dua yox, zikir yox, məhz meditasiya, məhz yoga. 7. O, filosof olduğu üçün Konfüsizm dininin fikirlərinin aktiv təbliğatçısıdır. Əgər bu insan müsəlmandırsa, o zaman nə üçün bir bütpərəst dininin fikirlərini və fəlsəfəsini təbliğ etməlidir ki? O, hələ bu fikirləri təbliğ etmək üçün tanımadığınız Konfutsi adlı kitab da yazıb. Bütpərəst bir din haqqında kitab yazıb, amma İslam haqqında sərbəst kitabı yoxdur. Buna isə dini savadı çatmadığı üçün bunu heç ondan gözləmək də doğru deyil. Əksinə, deyirik ki, düzgün edib belə bir kitab yazmayıb. Kaş İslam haqqında savadsız çıxışlarına da son qoyaydı. 8. Dini mövzularda diqqətsiz danışıqlarına gəldikdə isə bunların sayı olduqca çoxdur. Çünki bu adam əqidə elmini, təfsiri, hədisi, Quran elmlərini və başqa İslami elmləri bilmir. Ona görə də çıxışlarında bu aspektlərdən xətalar çoxdur. Buna aid 2-3 misal verək. Bir çıxışında deyir, Quranda 3000-dən çox ayə var, əslində isə 6000-dən çox ayə var. Yaxud bir ayə deyir və o ayədə Allahın arzu etdiyini bildirir. Məlumdur ki, arzu etmək Allaha deyil, bəndəyə, qula aiddir. Allah isə bir şeyin olmasını istədikdə ona ol deyər, o da olar. Həmin ayəni də tam düzgün deməsə belə, heç olmasa digər ayələrə baxanda biraz doğruya yaxın deyir. Amma orada Allahın arzu etdiyini deyir. Həmin yer belədir. İnsanlara de ki, mən onların dualarını eşidirəm və yerini də yetirirəm. Amma istəyirəm ki, onlar da mənim nə istədiyimi anlasınlar. Mənim nə arzuladığımı anlasınlar onlar üçün. Yaxud da başqa bir yerdə Allahı psixoloq adlandırır. Həyatını belə yaşayacaqsan, əməlli məsləhət verir. Ən böyük psixoloq Allahdır. Halbuki insanların məşğul olduğu, insanlara məxsus olan peşə sahələrini Allaha nisbət etmək doğru deyil. Allahı onun ən gözəl adları ilə çağırmaq lazımdır. Belə misallar çoxdur.
Hələ bu misallar onun azsaylı videoları arasından seçilib. Çox videolarına baxılsa, daha çox problemlər ortaya çıxar ki, məqsədimiz bu deyil. Çünki onun islahını istəyirik. Elmsiz danışmaqdan uzaq dursa, kifayətdir. 9. Müşfiq Şükürov əgər ateizmə tövbə edibsə, o zaman ateist müəllimi Asif Ata haqqında mövzunu da bağlamalı. Ən azından onu tərifləməkdən, yaxud da haqqında geniş söhbətlər etməkdən uzaq olmalıydı. Çünki bunu etməsi bir növ ateist müəlliminə sədaqətini göstərir. Onu və onun fikirlərini reklam etmiş olur. Yaxud ən azından Allaha və elçisinə qarşı küfr edən bir insanı bu əməllərinə baxmayaraq kütlə arasında onu dəyərə mindirmiş olur. Təsəvvür edin ki, burada deyilənlər bu adam haqqında xatirimizdə olan bəzi qeydlərdir. Hələ onun hansı həcmdə dini təhrif etməsi haqda geniş bir araşdırma da təqdim etmirik. Ancaq xatirimizdə olanları danışmışıq. Bu kiçik qeydlər bu adamın, Müşfiq Şükürovun İslam ruhundan nə qədər uzaq olduğunu göstərir. Ən azından onun dini təhrif edən, dinləri bir-birinə qatan ifratçı modernist mövqeyi dindarlar üçün həyəcan təbili çalır. Uca Allahdan istəyirik ki, bu adamı islah etsin və haqqa yönəltsin. Ona öz səhvlərini görməyi nəsib etsin. Ona məsləhət edirik ki, birinci İslam dinini yaxşı öyrənsin, İslama əməl etsin, sonra dini mövzularda insanlara ağıl öyrədər. Onun həqiqətini bilməyən müsəlmanlara isə tövsiyə edirik ki, dini ancaq savadlı din xadimlərindən öyrənin. İbn Sirinin dediyi kimi, bu elm sizin dininizdir, baxın onu kimdən götürürsünüz. Bu qədər, söhbətimiz tamamlandı. Allah amanında qalın. Sonda Allahın elçisi Muhammədə, onun ailəsinə və sahabələrinə Allahın salavatı və salam olsun.